Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə sizinlə iftar hazırlığımızı bölüşəcəm. Çoxdan da bu videonu hazırlamaq istəyirdim. Ramazan ayının son günlərinə təsadüf elədi. Unumuzu elədik, bura duz əlavə elədik. Bir yumurta da əlavə eləyirik bura. Bir yumurta və ilıq su ilə, adi ilıq su ilə xəmir yoğururuq. Xəmiri də çox bərk də eləmirik, çox yumşaq da eləmirik. Orta həcmdə bir xəmir eləyirik. Bugünkü menyumuzda biz özbək mantısı bişiririk. Döyülmüş, xırda döyülmüş ətə, kub doğranmış soğan və xırda kartof əlavə elədik. Duzunu, istiotunu, ürəyiniz hansı ədvadan istəyirsə əlavə edə bilərsiniz. Bunu qarışdırdıq, qəşəng hər bir şeyini. Zövqə görə istəyən bir diş sarımsaq da əlavə eləyə bilər bura. Kim istəyirsə, xoşlayırsa, xoşlamırsa heç ehtiyac da yoxdur. Bu cürə qəşəng qab. Azca da duru yağ. Əgər ət bəkdirsə çox, azca duru yağ əlavə eləyirik, belə yumşaq alınsın deyənə. Təbii ki, xəmir yeməklərinin bizim evdə ustası mənim qaynanam olduğuna görə o hazırlayır bizə mantı. Biz kənddəyik və burada xəmir yeməkləri belə xüsusilə tələb olunur. Anne ayakkabını çek. Deməli, bizim burada mantı qazanımız yoxdur. Biz özümüz burada belə adi bayramlarda gəlirik. Ona görə özümüz bu üsulu seçmişəm ki, bunu parda bişirək. O mantı qazanında bişirəndə daha gözəl, daha qəşəng olur. Görək bunlar necə alınır. Yıkamaya geçecek. Və yeməyin dadına ilk baxanlar uşaqlar olmalıdır. Götürməkdə bazı dəyişkənliksə bilərdik. Artıq iftara çox az qalıb, buna görə də süfrəni hazırlamağa başlayırıq. Mən mantının yanında çox sevirəm süzmə və onun içərisinə belə xırda şüyüd doğrayıb qatmağı, xamanı. Buna görə bunları da süfrəyə qoyacağıq. Süfrəmiz hazırdır. Artıq azan da oxunub. Gel, suda gibi olmalar. Allah kalan oruçlarda dua göz gözü ver.
versin. Allah'ın hayatını versin. Orucu açmağın zamanıdır. Allah hər kəsin orucunu qəbul eləsin. Etdiyimiz dualar qəbul olunsun. Süfrələrimiz ruzili olsun. Onu deyim ki, kənddə belə gözəl süfrələr açmağın da öz ləzzəti var, öz dadı var. Həqiqətən çox maraqlı olur. Növbəti vloqda görüşərik. Bu dəfəlik bizdən bu qədər. Hələlik.